Gəlin namazın bəzi ədəb qaydalarına baxaq. Gözəl libas geyinmək. Nəql olunub ki, İmam Səccad əleyhissalam namaz qılarkən ən yaxşı paltarını geyinərdi və bu ayəyə istinad edərdi. Ey Adəm oğulları, hər bir məscidə öz zinətinizi götürün. Yəni namaza gedəndə gözəl libasınızı geyinin. Misvak çəkmək, yəni dişləri təmizləmək. Peyğəmbərimizdən nəql olunub. Misvakla qılınan 2 rükət namaz misvaksız qılınan 70 rükət namazdan fəzilətlidir. Təkbirətul ehramdan əvvəl dua oxumaq. Təkbirətul ehram, yəni namaza başlayarkən Allahu Ekber deyir ya, yəni ondan qabaq dua oxumaq. Peyğəmbərimizdən nəql olunub ki, Həzrət təkbirətul ehramdan öncə bu ayələri oxuyardı. Vəccəhdu vəchiyəlləzi fatərəs-səməvati vəl-arda hənifən və mə ənə minəl-müşrikin. İnna salati və nusuki və məhyaya və məmati lillahi rabbil alamin. Habelə nəql olunub ki, İmam Əli təkbirətul ehramdan əvvəl belə münacat edərdi. Duanın tərcüməsi belədir. Ey yaxşılıq edən, pislik edən sənə tərəf gəlmişdir. Sən yaxşılıq edənə, pislik edəni bağışlamağı güzəşt etmək əmr etmisən. Sən yaxşılıq edənsən, mən isə pislik edən. Allaha sığınmaq. Əbu Said Xudridən nəql olunub ki, Peyğəmbərimiz Fatihə surəsini oxumazdan əvvəl bu cümləni deyirdi. Əuzu billahi minəşşeytanirracim. Yəni qovulmuş şeytandan Allaha sığınıram. Namazı əvvəl vaxtda qılmaq. Peyğəmbərimizdən nəql olunub, Allah dərgahında ən fəzilət əməllərdən biri namazı əvvəl vaxtında qılmaqdır. Bismillahı uca səslə demək. İmam Həsən Əsqəridən nəql olunub ki, müminin nişanələrindən biri budur ki, namazda Bismillahi ucadan deyər. Məscidlərdə namaz qılmaq. İmam Əlidən nəql olunub ki, məscid qonşusunun namazı yalnız məsciddədir. Yəni vacib namazlarını məsciddə qılmadıqca bu namaz kamil namaz sayılmaz. İstisna hal budur ki, həmin kəsin bir üzrü və ya xəstəliyi olsun. Tədəbbür. Bu sözün mənası dərin düşüncə, diqqətli təfəkkür, bir şeyin batininə və nəticəsinə vararaq düşünmək deməkdir. Nəql olunub ki, tədəbbürlə qılınan 2 rükət namaz qəlbi qafil olaraq bütün gecəni ibadətlə keçirməkdən daha üstündür. Qəlb huzuru, yəni namaz qılarkən qəlbin iştirak etməsidir. Peyğəmbərimizdən nəql olunub, namazı elə qıl ki, sanki son namazındır. Belə bir namazda insan Allahla əlaqə və yaxınlıq tapar. Halsızlıqdan çəkinmək. İmam Baqirdən nəql olunub, namaza tənbəlliklə və yuxulu halda durma. Namazda ətirlənmək. İmam Sadiqdən nəql olunub, ətir vuraraq qılınan 2 rükət namaz ətirsiz qılınan 70 rükətdən fəzilətlidir.